Hüquqda qəşəng bir söz var, deyir, hüquq bir şalbandır, üstündən hoplana bilməsək də yanından keçə bilərik. İndi gözəllikdə də elə məqamlar var ki, ondan necə deyirlər, keçmək olmur. İndi arıqlaya bilmirsiniz də, elə gərək özünüzü kök göstərəsiniz və ya boynunuz balacadır, siz istəyirsiniz biraz hündür görünəsiniz. İndi düzdür, nə eynirlər? Götürürlər platform ayaqqabı giyinirlər. Amma deyəsən bunun elə sirləri var ki, siz öz bədəninizin, deyək ki, çatışmayan cəhətlərini kiçildib, daha yaxşı cəhətləri nisbətən qabarda bilərsiniz. Yəni, şalbanın üstündən yox, yanından keçə bilərsiniz. Bu düzəltmə prosesi təbii ki, müəyyən əyani vasitələrlə həyata keçəcək. Söhbət bizim geyimimizdən gedir. Özəlliklə bugün xanımların geyimindən danışacağıq. Biraz öncə biz plastik əməliyyatlardan danışdıq. Təbii ki, qısa bir zaman içərisində hər şeyi yoluna qoymaq mümkün olmadığı üçün 8 mart ərəfəsində, yəni 1-2-3 gün ərzində sizə, belə deyək də, yararlı ola biləcək tövsiyələrlə bölüşmək istədik bugün həyat tərzi rubrikamızda. Hörmətli xanımlar, müəyyən narazıçılığınız varsa bədən forması ilə bağlı, o zaman bizə diqqətlə baxın. Çünki bu dəqiqələrdə, yəni deyəcəklərimizdən yararlanıb nəticəsini və effektini də görə bilərsiniz. Mən istərdim ki, bu rubrikanın qonaqlarını dəvət edim və hal-hazırda dizayner modelyer Nərgiz xanım Camalı bura dəvət eləmək istəyirəm. Xoş gəlmişsiniz. Sağ olun. Hoş gəlmişsiniz, Nərgiz xanım. Və eyni zamanda Nərgiz Camal Moda Evi'nin daha 2 əməkdaşı bizimlə bərabər olacaq. Nərgiz xanım Seyidova, modelyer konstruktor. Siz də xoş gəlmişsiniz. Çox sağ olun. Və artıq prosesi başlamış Teymur Səfərov, dizayner rəssam bizimlə bərabər olacaq. Hər halda Teymurun həyata keçirdiyi funksiyanı biraz sonra biz sizə açıqlayacağıq, hörmətli tamaşaçılarımız. Nərgiz xanım, ümumiyyətlə, xanımlar mütəmadi olaraq onlarla çalışırsınız. Ən çox malalamaq istədikləri, ört-bastır eləmək istədikləri bədən formasında hansı məqamlardır, hansı tərəflərdir? Azərbaycanın qadınlarının olar ki, 50% kök bədən quruluşuna malikdirlər. Bu bizim millətin xüsusiyyətidir artıq. Ona görə də ən çox da çanağı böyük olur Azərbaycan qadınlarının, çiyinləri dar olur. Bir də boyu balaca olur Azərbaycan xanımlarının əsasən. Amma son zamanlar artıq müşahidələr, hər cür insanlara rast gəlmək olur. Hər halda mən istərdim ki, həm də auditoriyamıza müraciət edək. Yəni, ilk növbədə nöqsanlarla, yanlışlarla başlamaq istəyirik. Hər halda müəyyən problemlərimiz varsa, bəzən seçdiyimiz geyimlə biz bu problemi daha da qabartmış oluruq. Amma buna yol verməmək üçün nöqsanlarımızı gərək tanıyaq. Tamaşaçılarımızdan birini dəvət etmək istəyərdim bura hal-hazırda. Və biz kiçik bir eksperiment aparacağıq tamaşaçımızın üzərində. Xoş gəlmişsiniz. Gəlmişkən hamımızın qarşıdan gələn bayramımızda mübarək 8 mart ərəfəsində biz... Təşəkkür ederim. Səbəb xanım, nədən narazısınız? Yəni, bədən formanızdan razısınızmı? Düzün desəm razıyam, amma biraz istərdim ki, qarın nahiyəsi gizlənsin. Gizlənsin. Arıqlamaq istəmirsiniz, nə deyim? Biraz. Çox yox. İstəyirsiniz, amma alınmır. Bəli, alınmır. Onun üçün də 8 mart gəlib, artıq birazdan bayramzad olacaq. Yəqin toylar da başlayır. Əlbəttə ki. Tənqidi yanaşmalardan qorxmursunuz? Çəkinmirsiniz? Mütəxəssislər var burada və... Xeyr, mən özümə kompleksli qadın hiss eləmirəm. Öz çəkimlə də razılaşıram bədən ölçülərimlə. Amma müəyyən həqiqətlər var ki, onları da qəbul eləmək lazımdır. Bəli, qəbul eləməyə hazıram. Bu həqiqətlər nədən ibarətdir? Biz hal-hazırda Səbihə xanıma baxdıqda nələri deyə bilərik? Yəni, paltarının seçimi, ayaqqabısı, rənglər, parça... Səbihə xanım birinci batilyonlar geyinməklə öz ayaqlarını qısaldıb. Yəni, o maksimum açıq ayaqqabı geyinməlidir ki, ayaqları uzun görünsün. Uzun ayaqlar da qadının ən birinci gözəlliklərindən biri sayılır. Sonra xanımın V şəkilli paltar geyinməsi daha məsləhətdir. Çünki boyunu V şəkilli vırız daha uzun göstərir və arıq göstərir. Boynunda səhv eləyib, bir də aşağı hissəsi, yəni kök olduğundan onu çox dar geyinmək olmazdı. Trikotaj materialdan istifadə eləmək olmaz. Trikotaj parçanı o ancaq yuxarı geyimlərdə, üst geyimlərdə də, yəni kofta da istifadə eləyə bilər, köynəkdə istifadə eləyə bilər. Onu həm faktura ilə bölmək olar, onun figurasını bir neçə yerə.
həm rənglə bölmək olar, koloristika ilə bölmək olar, həm də kroyla bölmək olar, yəni biçimlə bölmək olar. Məsələn, mən ona məsləhət görərdim ki, pencəkdən istifadə eləyə bilər, nəsə çanağın yarısına qədər örtülü bir üst geyimindən istifadə eləyər və aşağı hissəni çox dar olmamaq şərti ilə geyimlərdən istifadə eləsə daha yaxşı olar. Məsələn, rituz indi geyinirlər də qadınlar qısa paltarlarla geyinə bilər, amma biraz geniş olmalıdır. Yəni çanaq hissəni bu qədər dar tutmamalıdır paltarı. Xanıma görə mənim bir əlavəm var. Əsas qeyd eləmək istəyirəm ki, qırmızı rəngi riskli xanımlar seçir. Çox əlvan rəngdir, çox da yaraşır ona, çox gözəl görsənir. Rəngi düzgün seçib. Biraz uzunluğuna istərdim ki, biraz dəqiq olsaq, ona dizinin tən ortasından olan uzunluq daha çox yaraşardı. Bir də mən qeyd eləmək istəyərdim. Bax, bu cız-cızın rəngi ilə qolbağının rəngi eynidir. Qızıl rəngi. Yəqin ki, bu da yaxşıdır, elə deyilmi? Əlbəttə ki. Görürsünüz, bax, Təşəkkür edirəm. Bir də üzüyü də görürsünüz, qaldıranda həmsə hiss olunur. Mən elə bu veriş üçün taxmışdım ki, hamısı bir-birinə uyğun gəlsin. Gördünüz mü? Sizə təşəkkürümüzü bildirir, amma sizinlə vidalaşmırıq, çünki rubrikanın sonunda sizə xüsusi bir töhfəmiz də olacaq. Yəni, Təzə paltar tikəcəklər. Bəli. Nərgiz xanım, sizin indi hal-hazırda görəcəyiniz iş barədə mən istərdim qısaca tamaşaçılarımızı məlumatlandıraq. Mən istərdim Teymurun bir eskizini maneken üzərində həyata keçirim. Yəni, dolu xanımlara aid olan bir eskiz, yəni həyata keçiriləcək manekenin üstündə. Amma mankenimiz arıqdır gördüyümüz kimi. Teymur, siz artıq işə başlamışsınızmı? Sizin demək istədikləriniz varmı? Xanımla əlaqədar, Səbihə xanımla bağlı. Qısa müddətdə biz göstərməliyik ki, Nə ona daha uyğundur? nə ona daha uyğundur. Çox sağ olun, təşəkkür edirəm. Siz artıq işə başlaya bilərsiniz, amma mən bu arada Nərgiz xanım sizinlə danışacağam. Əslində biraz öncə qeydlərinizi apararkən artıq müəyyən köməkçi vasitələrdən xəbər verdiniz. Ümumiyyətlə, geyimlə korreksiyadan danışırıqsa, hansı köməkçi vasitələr mövcuddur? Xanımlar nədən yararlana bilərlər? Xanımlar 2 rəngdən, 3 rəngdən yararlana bilərlər. Yəni, rəng vasitəsilə öz fiquralarını bölə bilərlər bir neçə hissəyə. Xanımlar fakturadan yararlana bilərlər. Xanımlar biçimdən yararlana bilərlər. Proporsiyalar necə aldatmaq olar? Məsələn, o üsullardan birini misal çəkə bilərikmi? Bir konkret formanı götürəriksə. Proporsiyanı necə aldatmaq olur? Məsələn, paltarın elə bir hissələrindən zolaqlar buraxmaq olur ki, siluet dəyişsin və arıq görünsün. Yəni, onu bir neçə yerə bölərək. Hal-hazırda əyani vasitə olaraq siz də özünüz nümayiş etdirə bilərsiniz dediklərinizə sübut olaraq. Məsələn, burada fiqura bir neçə rənglə bölünür. Bəli. Və bu çanağın ölçüsü böyük olmağına baxmayaraq, onun bir hissəsi elə bir göy rənglə bölünür. Ona görə biraz balaca görünür və yuxarı hissə də yarısı ağ, yarısı 3 rəngli olmaqla yuxarı hissədə bölünür və bununla da insan daha arıq görsənir. Konkret nöqsanlara keçsək, yəni məsələn xanımların ən çox şikayət elədiyi, biraz əvvəl Səbihə xanım da bunu söylədi, qarın biraz böyük olduqda bunu nə cür paltarlarla malalamaq, yəni ört-bastır eləmək mümkündür? Hansı forma ilə, rənglər burada hansılar seçilməlidir? Qarın böyük olduqda onu həm drapirovka ilə gizlətmək olur, həm də geniş paltar geyinməklə gizlətmək olur da. Yəni, döş qəfəsi ilə çanaq hissəsi arasında heç bir vıtıçka olmadığında, onda yəni paltar düz yatdığında bədənə, onda qarın gizlənə bilər. Və yaxud da ki, drapirovka vasitəsilə onu gizlətmək olar. Bir də bəzən xanımlar çox belə yəni trikotaj parçalar geyinirlər. Bu daha da vəziyyəti qabartmış olur. Əlbəttə, məsələn, böyük qarınlı xanımlar dar paltar geyindikdə onların bədənindəki hər bir qatlar göründükdə o vəziyyəti daha da çətinləşdirir və bunun üçün biraz gen paltar geyinmək lazımdır, dediyim kimi. Və bir də aşağı hissədə biraz daha çox
tünd rənglərə üstünlük vermək lazımdır ki, bu nöqsan aradan qalxa bilsin. Bir də bəzən müəyyən doğru seçilməyən aksesuarlar vəziyyəti daha da qabardır. Əlbəttə, elə adamlar var, qarnının böyük olmasına baxmayaraq kəmər taxırlar. Bəli. Bu qətiyyən olmaz. Və xüsusi figuranı korreksiya eləyən korsetlər satılır. İndi onlardan istifadə eləmək lazımdır. Əlbəttə, son dövrümüzdə respektabil, necə deyim, yəni uğur əldə eləmiş adamların kök olması biraz pis baxılır buna. Qəbul olunmur, Yəni yəni sən arzu köksənsə olunan deyil. deməli iradən zəifdir. Yəni uğur qazana bilməzsən həyatda. Biraz bilirsiniz tendensiya belə gedir ki, bu məqama belə baxırlar. Ona görə də insan hər bir çətinliyinə baxmayaraq, insan gərək öz zahiri görkəminə fikir versin. Əlbəttə ki, gözəl fiziki, sağlam bədənə sahib olmaq hər şeydən üstündür ki, bu nöqsanlar olmasın. Amma olanda da birtəhər bu üsullara əl atıb aradan qaldırmaq lazım. Bəs bu çox danışırlar müəyyən korsetlərin istifadəsindən. Siz o məsələlərə necə baxırsınız? Əlbəttə, biz korsetlərdən çox istifadə edirik. Biz paltarların çoxunu korsetlə tikirik, içərisində olur. Öz müştərilərimizdən əvvəlcə soruşuruq. Əgər onların daxili üzvlərində heç bir xəstəliyi yoxdursa, elə adam var ki, öd kisəsi xəstə olur, qaraciyəri xəstə olur və yaxud mədəsi xəstə olur. Biz onları qətiyyən Narahatçılıq ola bilər onlar. Əlbəttə, 5-6 saat onlar toyda otururlar. Məsələn, hansısa bir məclisdə, hansısa bir şənlikdə özü də oturaq vəziyyətdə olurlar. Ona görə də onların səhhətinə pis fəsadlar törədə bilər bunlar. Amma insanın sağlamlığı yol verirsə, biz qadını 10 sm, 12 sm-ə qədər azalda bilirik. Yəni Korsetlərin yardımı ilə. Korsetlərin yardımı ilə azalda bilirik. Bəs bunu gündəlik paltarlarda istifadə etmək olurmu, yoxsa ancaq toy paltarlarında? Gündəlik paltarlarda da istifadə etmək, insan buna dözməz. O əvvəllər idi, qadınlar uşaq vaxtından, orta əsrlərdə, bəli, İspaniyada qızları çox körpə yaşlarından korsetlərə salırdılar ki, onların sinəsi düz olmalı idi də. Və onlarda axşam paltarları o qədər bahalı olurdu ki, bunu nənələr qızlarına, sonra onlar da öz qızlarına, nənələr nəvələrinə cehiz verirdilər. Ona görə də lazım idi ki, bütün qadınlar eyni ölçüdə olsunlar. Yəni onların standart korsetləri olurdu. Sonra biraz keçdikdən sonra krinalinlər dəbə düşdü və ondan sonra məsələn Avropada orta əsrlərdə artıq başqa parametrlər qiymətləndirilirdi. Ona görə də korsetlərin forması dəyişirdi. Biz səhərdən axşama qədər bu bizim tikdiyimiz korsetlərlə yaşamaq olmaz. Nərgiz xanım, siz biraz əvvəl o köklün yaratdığı müəyyən fəsadlardan danışdınız, zahiri görkəm baxımından, amma bəzən, məsələn, bu problemlərdən biri də enli budlardır, bomba problemidir ki, xanımlar bunu yenə də bağlamağa, gizlətməyə çalışırlar və əslində bu tək köklüyün yox, həm də genetik bir göstərici ola bilər, yəni müşahidə eləmək olar. Genetik göstəricidir əlbəttə. Ona görə də aşağı hissələri daha çox tünd parçalardan geyinməlidirlər və lap dar geyinə bilməzlər də aşağı hissələri və onlar pencəklərdən istifadə edə bilərlər. Çanağın yarısından olsa kifayətdir, çünki çox uzun pencəklər ayaqları qısa göstərir, o olmaz. Yəni, maksimum ayaqlar uzun görünməlidir figurada. Bir də enli və eyni zamanda dar kürək problemi var. Bax, bu məsələdə nə tövsiyə edə bilərik xanımlara? Enli kürək həm də enli döş qəfəsi deməkdir. Yəni, döş qəfəsi enlidirsə və kürək də enlidirsə, onu 3 yerə açıqlıqla bölmək lazımdır. Yəni, enli döş qəfəsi olan qadınlar bağlı yaxa geyinə bilməzlər. Onlar gərək biraz açıq yaxa geyinsinlər ki, bu enli döş qəfəsi bölünsün. Və kürəyi də enli olan qadınlar yenə də boğazlı ortası olmasın. Boğazda olmaz. Olmaz. İnsan nə qədər boğazı bağlı geyinərsə, onun döş qəfəsi bir o qədər geniş görünər. Və kürəyi də enli olan qadınlar kürəyin orta hissəsini açsalar daha məsləhətdir. Və bu açıq
hissənin formasından asılı olaraq onlar kürəyi uzada da bilərlər, enindən də biraz oğurlaya bilərlər. Asif sualınız var mı? Onlar mən valeh ola dinləyirəm və gözləyirəm ki, görüm orada nə çıxacaq. Boyun və qollar biz bugün bölmüş əslində söhbətimizi. Bu çox vacib bir məsələdir. Qadınlarla kişilərdə boyuna qarşı bir başqa yanaşma var. Kişinin boynu nə qədər enli olsa, deyirlər idmançıdır. Onlar bundan fəxr eləyirlər. Amma qadının boynu enli olduqca bu yaxşı sayılmır. Ona görə də qısa olduqca. Qısanı uzatmaq üçün dar və şəkilli yarıqdan istifadə eləyə bilərlər boyunları üçün. Və qısa olduqda yenə də futbolka şəkilli boğaz geyinməməlidirlər onlar. Yəni enli olduqda boyunun kökündən başlayan yarıqlar geyinə bilərlər də. Onlar trapezi şəkilli də ola bilər. Amma qısa olduqda var enli, var qısa. Qısa olduqda isə futbolka tövsiyə olunmur. Tövsiyə olunmur. Qollar məsələsində də bildiyim qədər qollar məsələsində mən sizə deyim, bir hilələr var ki, aldatmaq olar. Məsələn, qol böyükdürsə, onun üzərində bir pəncərə açılır və o pəncərənin içərisinə setka tikilir. Bəli. Və bununla da enli qol 3 yerə bölünür. Və yaxud qolun orta hissəsi, yəni nöqsanlardan uzaq bir hissədir. Əlbəttə, əgər bədəndə xal yoxdursa, yanıq ləkəsi yoxdursa və s. və ilaxır, onda qolun orta hissəsi daha hamar bir dəriyə malik olduğundan ora krujva tikmək olur, onu açıq qoymaq olur. Beləliklə biraz həcmdən oğurlamaq olur. Biz sizə təşəkkürümüzü bildiririk bu bilgilərə görə, amma istərdim ki, Nərgiz xanımın etdiklərinə də siz də müdaxilə edəsiniz. Hal-hazırda biz anlamaq istəyirik ki, nə baş verir Nərgiz xanım? Səbixar xanımın fiqurasının proporsiyanında biraz disproporsiyalıq var. Yəni, aşağı hissəyə nisbətən yuxarı hissəsi biraz balacadır. Ona görə də biz ona belə bir eskiz sizin də işiniz hazırladıq. Burada bəzi detallar var ki, xanımın problemli zonalarını örtür. Yəni, bu qabaq hissə, skladkalar, bu 4 dənə streçli skladka, dekoltə xanımın yaraşan bir detaldır. Trendovый rəng zilyonudur. Bu ildə trend yaşıl rəngdir. Mənə yarışacaqdır. Səbihə xanıma yaşıl rəng. Təşəkkürümüzü bildiririk. Biz bu eskizi yəqin ki, Səbihə xanıma hədiyyə edəcəyik və demək olar ki, bu eskizdə işlənənlər, yəni artıq əyani şəkildə biz görə də bilərik. Artıq yəni siluet bilinir. Bəli. Yəni aşağı hissəyə nisbətən görünür ki, bu drapirovka yuxarı hissəni artıq biraz böyük göstərir. Bizim manekenimiz biraz razmerə uyğundur, amma artıq bilinir ki, aşağı hissə nisbətən balacadır yuxarı hissəyə görə. Səbihə xanım, mümkünsə sizi bir daha dəvət eləyək səhnəyə. Siz əslində prosesləri kənardan da müşahidə edirdiniz, buyurun. Bəyənirsinizmi sizin üçün seçilən bax bu modeli? Bəli, bəyənirəm. Bir İspaniyan kraliçəsində belə paltar olub, bir də sizdə olacaq. Siz deyirsiniz ki, sizin kompleksiniz yoxdur. Amma mən fikir verdim, biz ikimiz də arxadan keçdik, bura gəldik. Siz 2 dəfə bura qalxdınız, siz də arxadan keçdiniz. Mən axır zamanlar 20 kilo çəki almışdım, indi onun 7-sini atmışam. Amma yenə də o kompleks sümüyümə işləyib elə bir ki, mənim canımdadır. Amma Nərgiz isə manekenlərin qarşısından keçdi, gəldi. Siz deməyin ki, mənim kompleksim yoxdur, sötki var. Ola bilər bəlkə də. Hər halda bugün həm kompleks məsələsində ümumiyyətlə insanın, xanımın özəli ilə özünü rahat hiss etməsi üçün, həm sağlamlıq cəhətdən, həm emosional baxımından, rahatlıq baxımından onun uyğun, yəni dəqiq, doğru bir geyim seçməsi çox vacibdir. Biz də təşəkkürümüzü bildirmək istəyirik və şərdim ki, hədiyyə edək. Xanım, bu sizə hədiyyə bizim moda evimizdən.
həmişə gözəl olmağa çalışın, trendləri izləyin. Çox sağ olun, təşəkkürümü bildirmək istəyirəm. Sizə də təşəkkürümü bildirmək istəyirəm və qeyd etmək istəyirəm ki, bax bütün bu şəraitə görə xüsusi olaraq Nərgiz xanıma minnətdarlığımızı bildiririk. Nərgiz Camal Moda evinə və xatırlatmaq istəyirəm ki, qonağımız dizayner modelyer Nərgiz Camal idi. Eyni zamanda onun köməkçiləri də var idi. Modelyer konstruktor Nərgiz Seyidova və dizayner rəssam Teymur Səfərov. Minnətdarıq sizə, çox sağ olun. Sağ olun. Çox sağ olun. Siz çox sağ olun. Sağ olun. Natura Sibirika məhsulları ilə tanış olan hörmətli tamaşaçılarımız, yəqin ki, bu son zamanlar baş vermiş yenilik sizin diqqətinizi çəkəcək. Söhbət tək dəriyə, bədənə qulluq vasitələrindən getmir. Eyni zamanda xanımların makiyaj vaxtı istifadə etdiyi dekorativ kosmetik vasitələrdən gedir. Artıq bax bu dekorativ vasitələri siz Natura Sibirika məhsulları arasında da tapa bilərsiniz. Qeyd etmək istəyirəm ki, bu məhsullar Avropada da yoxlamadan keçərək artıq satışa buraxılıb. Çox ciddi sertifikatlar alıb və özəlliklə dekorativ kosmetik vasitələri deyirəmsə, o zaman İtaliya istehsalını da vurğulamaq istəyirəm. Baxmayaraq ki, şirkət Rusiya şirkətidir. Hər halda məhz Sibirdə mən bir daha vurğulamaq istəyirəm. Yəni çox sərt bir şəraitdə, sərt bir iqlimdə, yəni böyüyən bitkilər əsasında, gilə meyvələr və vitaminlər əsasında bax tamamilə təbii, natural ingredientlərdən hazırlanıb bu kosmetik vasitələr. Kosmetik vasitələr arasında hər bir xanımın yaxşı bildiyi, yəni makiyaj üçün önəmli olan məqamlar var. Yəni söhbət ton kremlərdən gedir. Onların tərkibi vurğulamaq istəyirəm ki, yəni 90%-dən çoxu məhz təbii ingrediyentlərdir. Eyni zamanda kirşanlar, ənliklər, göz kölgələri kifayət qədər geniş seçim var Natura Sibirika məhsulları arasında və həmçinin də göz qələmləri, dodaq üçün boyalar, eyni zamanda kipriklər üçün tuşlar. Bax, bütün bunlar sizə həm də müalicəvi effekt verə bilərlər, hörmətli xanımlar. Hər halda bilmədiyiniz, yəni ingrediyentləri ilə tanış olmadığınız vasitələrdənsə təbii ingrediyentlərdən və orqanik maddələrdən hazırlanan Natura Sibirika dekorativ kosmetika vasitələrini sizə tövsiyə edirik. Onu da vurğulamaq istəyirəm ki, qarşıdan 8 mart gəlir. Hər halda hörmətli bəylər, düşünürəm ki, Azərin hədiyyələr dükanına getməyin əsl vaxtıdır. Yəni söhbət Natura Sibirika məhsullarından gedirsə və eyni zamanda resepti Babuşki Agafi vasitələrindən gedirsə, burada xüsusi güzəştlər, endirimlər, hətta kuponlar da paylanılacaq. Hər halda bu, yəni xanımınız üçün seçə biləcəyiniz ən uyğun və ən sağlam hədiyyə olacaq. Alma almaya bənzəməz. Çəki azaltmağın təbii üsulları. Reklamlardan sonra çox yaşa proqramında.